Bütün dostlara Yayını salamlayıram. paylaşalım da hamı. Oktay əminin qonağıyıq qardaşlar. Oktay əmidir, Hamı İlşən paylaşar. qardaş. Çirovdan, Habil qardaşdır, dəyanətdir. Emin aleyküm olsun. Ağamızadır, oturub özləri üçün. Çay Sen içirlər. yayını paylaşın, hamımız paylaşın. İlqar gəlsiz olur. Hanım qardaşlar. Söhbət elə burada. Doktor İlqar. Buradan salamlayıb Salamlayaq Doktor da, İlqarı. Doktor İlqar. Bəli, bəli. Buradan bütün Mən YouTube'a qoyma. yaxşı quşbaz dostlara Mən quşlar salamım qoymasam. olsun. Bütün günü ekranın qabağındasan, TikTok'un qabağından da deyirsən YouTube'a qoyma. Mən səni litdən çıxardaram, söz verirəm. Ay sonra, aleyküm salam. Hamınızı salamlayıram. Adbar bilmirəm. Mən YouTube'a qoyma. Mən deyənə. Hamınızı salamlayıram. Oktay Emre uzaq dolusu salamlar. Gəlin görək, hamı gəlsin. Qonaqlara da salam. Bir çörək yedik. Allah hamının həyətinə, bacasına, evinə, ruzu bərəkətini bol eləsin inşallah halalından. Birazdan bir iki dənə Oktay Baba oğluna bir sualımız olacaq, Allah göstərsin. 73 yaşınız var, Allah ömür versin. Can sağlığı var. Allah can sağlığı versin. Bunun, Allah hamısı can sağlığı versin. amin. Amin. Bunun neçə ilini təmiz quşbazlıq nə olduğunu hiss eləmişəm və quş tutmuşam, quş göstərmişəm. Bilirəm ki, uşaqlıqdan quşla məşğul olmuşam. Demək olar ki, 20-25 yaşından sonra Hastiyanlı kuş Belə çıxır ki, 40 il, Evet. 35 il, 40 il. Belə. Hastiyanlı kuş tutmuşam. Özdəki Hastiyanlı qalın saxlamışam. Heç olmuyor bir 150 kuşum var. Aşağısı. Azı 150 oldu kuş. Bir dəfə bir dənə xəstəlik düşdü. Çoxdanki söhbət. Kuşlar öldü. Bir ilə çəkmədi, gene götürdüm, düzəltdim, yarattım gene de. Oktay əmi, o vaxtki quşlarla bugünkü müasir quşların arasında var, yoxsa quşbazlarda Onlarda nəsə fərq odur ki, törəmələrdə nəsə bir yox, quşlar həmin quşlardır. İndi düzdür, nə quş qatırlar, mənim onlarda işim yoxdur, ayrı quş bir-birinə qatırlar. Bu dağı quşbazlıq eləmək olmur. Liboy havada quş uçurmaq olmur. Eğer 3 ay yayın, 2 gün ya yaxşı olur, o ya olmur. Bu neçə evdir belədir. Hamı deyir yaxşıdır. Bəzisi üçün buludlu oğa əlverişlidir, uçurdur, quşu da yaxşı da uçurur. Amma buludlu ovada heç mən boyuna quş bıraxmıram. Bıraxaram, 10-15 dənə əbdallardan bıraxaram, uçurdaram öz dil boşluğum üçün. Bulut bağlayıb gedir, bulut parta-parta gedir. Mən bunda nə quş uçurdum? Onun nə ləzzət olacaq? Quş nə dərin geçecək, nə bir şey. Amma onda görürsən ki, adam var deyir ki, 10 saat düşdü, 12 saat düşdü. Vallahi bulut bir şey göz qabağında gedir. Çetindir. buludlu havada Oktay əmi, uçurulmama səbəbi nədir yəni quşbazlıqda? Niyə görə uçurulmur buludlar? Bir var bulut gedir, bir də var bulut yapışır ovaya. Bu yapışan çox hündürdür. Heç quş gedib çıxa da bilmir ora. Məncə də elə. Hə. Amma o havada da 5 saat uçan quş 8 saat, 8 saat yarım, 9 saat da uçur. Yapışma bulutda. Kuşu çekir yukarı. Baxıram. Hem de hava sərin orunda. Bir var istidir, xəzridir. Ne bulut var, ne bir şey, balaca mey esir. Hələ quş öz saatını uçur. 5 saat uçandı 5 saat uçur, 7 saat uçandı 7 saat uçur. Da o durup birdən-birə 7 saat uçan quş durub 14 saat deyirlər indi. Vallahi ne bileyim indi İndi orasını bizim şeyləri, işimiz yoxdur. Neçə saat kimin quşu uçur, sağlığına qismət. Oktay əmi, son zamanlarda bir dənə belə bir şeylər çıxdı. Bu quşun yuxarıdan gəlib ağır saatla oynamağını bəyənilməməyi. Bunu mən Binə kəndində mənə elə gəlir ki, sizin quşbazlıqlı, üzr istəyirəm, Binə kəndində hansı quş ağır saatla yuxarıdan gələndə, evin üstündə oynadısa, bu bəyənilməyib. Mən səhv eşitmişəm. Ələnçiyini ödü. Elə bunu mən də demişəm.
Bu nə üçün belədir Oqtay əmi? Çünki Bilirsən, nə ikinci üçün? sualımda İndi- olacaq indi sizə. Ona görə deyərəm istəyirəm indi bir dənə onu. bunu Bizim açıqlama verəsiniz. kənddə istəyir körpə, istəyir yaşlı, istəyir ki, yarı yaş. Quşa meylləri çoxdur. Quşbazlıqdan da boşluğa çıxır. Bizim kənd deyərəm ki, həm uçurdandır quşu, həm sartarabat eləyəndir. Sartarabat ki, yaxşını pisdən ayırırdı. Hələ tutarıq, mən uçurmuşam 5 dənə, 10 dənə quş. 3 dənə quşum gəlir, 7 saatla gəlir. Hələ uçur da 7 saatı. Üçü qalxır, quyruqsu çəkir özünü, 3 dənə oynayır. Yanında da adam var həmin adamı. Soruşur ki, qonşunun quşları göydən, ya deyir, quşlar uçmayıb. Bizdə oynayan quşa deyirik, uçmayıb. Gələndə oynamaqdan gedir də Hə. ağır saat. Onlar oynasın quş. Gəlib öyün üstünə çatanda quş, saatını uçub dolu quş. Görərsən qalxar quyruqsa bir dənə boş oynayar. Quş hərəkətə qalar yerində. Bildir yox, keçən il yanımda da 3-4 nəfər vardı. Bir gözxallı erkek vardı. Anası mənim quşlarla, atası qıraq quşdu. Yuxarıda elə tutulmaların içində çıxmışdı o. Deməli, bildir yox, keçən il uçurtdu, uşaq oynağa saldı, kesti qənətini. Bildir, göydən gəlirdi 8 saat yarımla. Bu şey yarımın yarısını da keçmişdi. Qalxdı quyruq üstü bir dənə şirin oynadı. Biraz keçdi, biraz da gəldi aşağı bir dənə də oynadı. Dedim ki, o quş uçmuyubdu. Yanımdakı dedi ki, necə yan uçur, görürsə qənət səhri. Dedi, nə olsun qənət səhri. O quş oynadı, mənə lazımdır. Gəldi, düşdü elə, verdim, onlara götürdülər, apardılar da. Düşdü, qaldı yerində. Uçmuşdu quş. Bir də oynamağına görə bizdə. Hə, Hələ siz bilirəm ki- bilirsiniz uçub quş, ancaq oynamağına görə bilirsiniz. Misal üçün, uçub. yəni 10 dənə quş uçursun, 2 dənə quş 7 saatdan gəlsin, biri qalxıb oynasın, deyəm uçmayıb bu quş. Ancaq uçub da, yoxsa yox, elə həqiqətən Ola uçmayıb. bilir ki, quş özü də alladır adamı. Alladır bilirsən necə. Uçurdursan gedir yerini tutur. Bu quş bir dəfə bərkə düşübdü, ya göydən gedirdi. Hardasa hündür yerə düşübdü. Oturur. Bu buradan qalxan kimi yerini alır, həmin yerə gedir oturur. Bir də Allah rəhmət eləsin Azəri. Allah rəhmət eləsin. Gecə saat 2-nin yarısı idi gəldi. Qıraq əldə. Allah rəhmət etsin. Dedi, oxta bir dənə basmaya gedək, bir söhbət var onu. Dedim, gedək də. Amma mən soruşan deyirəm, ha, bu kimindir, o kimindir, o kimdir, bu kimdir. Uçub ya uçmayıb sual. Olduğunu mən deyəcəyəm. Güzel mənə ki, elə oturan kimi ki, bir quş, birinci qənət, 10 saat yarım uçar. Dedim, uçar, necə uçar o? Bu quşu bala ola bilər oynağa salmışsınız siz. Oynaq içində kesmişsiniz qənətini. Qubri il qənət vermişsiniz quşu, uçurdunuzsuz. Birinci qənət hələ qalxıb quyruq üstə, bərk, boş oynayıb. Qənətlərini partladıb, hündür yerə düşüb bu damlara. Əxşam necə qənət vurub, qalxmayıb. Əxşam qalxıb, gənə verib özünü biraz yuxarı, gəlib öyün üstünə düşübdü ələnciyinə. Dedim, o quşun tutayı düz. Tutmək lazım deyil, hələ quş yerə düşüb, hələ dan çox açılır da bura. O quş uçmayıbdır. Uçan quş dana getməməlidir. İstəyir 5 saat uçsun, istəyir 7 saat uçsun. Düşdü, 3 dəfə boşunu sirkələyir, sonra da dimdiyini aparır sol tərəfə, buduna altını qaşıyır. O qaşəmək də odur ki, bəxşliyin deyildi, sürə də var. Necisi ki yapışır, tükləri dartır. Quruyur, quradıqca da dartır, onu dartır oradan çağartmaya. Uçan quşun quyruğun altı necisi olur. Ona görə olur ki, ayaqlarını qətdir altına quş uçanda. Qan da işləmir də ayaqlarında. Oqtay əmi, bəs bunun tərəfini bildik. Yuxarıdan gələndə oynayan quş bəyənilmək. Yaxşı, bugünkü gün müasir devirdə qardaşlarımız, quşbazlarımız var ki, işləyiblər
həqiqətən də göz qabağında oynayır gedir. Allah onlara da can Yox, sağlığı üzr istəyirəm. versin. Oynayır gedir yuxarı, gələndə də oynayıb gəlir. Ya bunu biz quşbaz kimi biz nə deyə bilərsiniz bu məsələ? Yəni bunun bir Birdən maşallahı indi- var da bunun. Əlbəttə Yəni, var. çünki- Hələ deyinən ki, sabah mənim üçün götürüb gəlib bürcüdülardan bir xəyitə. Uçurdum, görüm ki, gedir lap 7 saatı da gözümlə görüm. Uçur, digərdən də oynayır, gələndə də oynayır. Götürüb yenə verərəm özünə, deyərəm ki, əladır. Amma mənlik deyir. Mənim tərzimdir. Mən çay nə oldu? Hələ deyinən ki, Habil, gəlim oturum üstünə itdə. 2 dənə quşun gələndə oynasa, üzə də deməsəm, ürəyimdə içəm ki, uçmadı bu quş. Lap açıqıdır. Bir mən yox, kəntimizdə hansı uşağa şeyləsən ki, uçmayıb bu quş. Bir də oxtayam, yaxşı belə olarsa, quş uçdu deyək ki, heyvan sərinliyi yarmamanın üstündə tutdu da, indi axındır ora sərindir deyək. Hava da istidir 30 dərəcə, işləmirəm 35-40. 30-35 dərəcə arasıdır. Quş gözümüzün qabağında, gözdən itməmək şərtilə. Yarmamağın üstündə uçdu 5 saat, 6 saat, 7 saat itmir də, dəqiqə başına itmir. Açan başı qalırsan, quş qalıb orada. Görürsən yarmamağını aşağıladı, aşağıya gəlinə qədər bir dənə, asta-asta öz üçün oynayır. Bəs buna necə biz qiymət verə bilərik? Deyə bilərikmi bu heyvanın cinsi elə budur? Elə bu heyvan bu kök üstündə qurulub. Bu heyvan uje, bir dənə söz deyim Buyur. sənə, bir də eskiliyi odur ki, bu evi uçursan 5 saat ya. Get yerində uçdu. Get yerində Yox, uçur. bu Yox, onun üçün mən deyil, o bu görmək mənada üçün var. deyil. Bu görmək üçün deyil. Yəni Görmək ki, üçün, gözünlə deyəsən ki, dərindir yüzləmiş. görmədik. Yəni görükür də bu quş düşmür heç yerə. Faktiki 5-6 Valla saat uçur. yenə bizdə səlimlər də, mən onu Hə, demək o istəyirəm. cür, hə, ancaq quş uçur da Necə saatını ki, verir. bir kənd var, gedirsən ora, deyir biz aş yemirik. Kəndlər var ki, bütün kəndlər aş yeyir. Bu kənd deyir biz aş yemirik. Məsəl üçün deyir, Binə Ha, kəndində bir- ümumiyyətcə quş yuxarıdan gələndə ağır saatını oynadısa bunlar bəyənmir. Deyir uçmuyor. Bir də söz deyim sənə. Ha. Gəldi qayıtdı bunlar sahilində. Uca yerindən Gəldi çıxdı qayıtdı quş. o məlum. Ha, yerindən çıxdısa Yerindən gəlməlidir. çıxdı. Uzağı yarım saata gəlməlidir bu şeydə. O heç də o. Yarım saata düşməlidir. Bax indi bu kişi quşlar yaradıb Cavid. 8 üz üstə axıracan qulaq as. 8 dənə quşu bu illər yarışda gedib 5 saatin üstünü uçub, 4 saatin, 5 saatin, 6 saat, 1 7 saatın, saat, yarım saat. 8 saat. Oyun gələndə də oynayır, gedəndə də oynayır Oqtayəmi. Burada bir də şey var. Ağayım hərdən deyir ki, onun həyti balacadır. Quşlar düşə bilmir, oynaq quşlardır. Yəni həytə düşmək üçün çalışır quş elə oynasın düşsün həytə. Çünki kuru qura bilmir, yoxdur kuru ki. Bu deyir mən onların üstündə işləmişəm, onları yaratmışam. Mən misal üçün yarışda 10 dəqiqə uçurdardım, 70 saat yığardım. Ancaq quşlarım oynamazdı. Gələndə oynamazdı. Ancaq mən deyib bu quşların üstündə işləmişəm, bunlar 5 saat uçur, 4 saat uçur, 6 saat uçur. Gedəndə də oynayır, gələndə də oynayır. Faktiki quşlar görükür ha, yəni itmir. Gözdən itmir. Neçə saat açaq istiyorsan, baxacaq quşu görürsən. Yəni ki, bunun biri dama düşə bilər, ikisi dama düşə bilər, 5-i dama düşə bilər. Bunun 8-i də gəlib dama düşüb gəlmədi ki. Yox, biz dedik, yəni bu bunu yetişdirib də, yaradıbdır. İndi Bəs yetişdirib mən Allah Oqtayəmiyə canı onu sağ deyirəm ki, eləsin. Oqtayəmi, əgər belə bir şey yetişdirilibsə bugünkü gün maşallahdır da, yaxşıdır Əlbəttə da. ki, Yəni 50 tax bilirik ki, bu bu quş uçdu. Saatını gördük. Amma elə onu elə hazırlayırdın elə. Oynayır gəldi. Ne bilim vallahi Bizim indi uşaq oynamır. belə xoş deyirsən sən. Yaxşı bir mövzuda çox getməyək. Məndə Oqtayam üzrəyəm, quşlarım var ki, birinci il ümumiyyətlə oynağa sala bilmirəm. Böyle qırmızıları. Uşaqlar bir dənə sual cavab eləyək də. Çillərində elə şeyləri şeylər ona belə saxlayaq. səsim düşür də. Çillərdə məsələn uçururam Aleyküm birinci əssalam. il ümumiyyətlə oynağa sala bilmirəm. Yaxşı saat belə. İkinci il ola bilər lahboş ya oynasın. Üçüncü il mütləq uje Düşür oyna. Doktor gidəndə Xoşbəxtsən. oynayır, gələndə yox olar. Uje gidəndə baxırsan oynar. Salam İlqar, salam. Hamı Məsələn salam. o quşlar elə bir belə deyək, daha artıq saat uçurlar. Sən indi o gələn oynayan var, ondan bir dənə vur çilə. Elə birinci ili düşər oynağa. Zənci qorxuram əblaqlar verirlər. Qara olsun, it rəngi olsun, uçsun. Əlbəttə ki, Oqtayəmi. Oqtayəmiyə görə yaxşı quş bugünkü gün nədir?
yaxşı Yaxşı oldu ki- qanlı cinsi öz yerində. Aleyküm. Yaxşı quş odur ki, nə rəng olur olsun. Əgər bu Sizin mənim üçün ya- yaxşı quş nədir? Yəni deyim sənə də. Cənnət Əgər zarı bu mənim deyirsən üçün də. yaxşıdır. Bunun balasını habilə verirəm. Deyirəm apar 7 saat uçsun. Bu 7 saat uçmalıdır. Var oldu. Mənim üçün yaxşı oldu. Yetişəyəm ki 5 saat uçsayım, bunu apar habil 5 saat uçsayım, 5 saat uçmalıdır. 5 saat uçmasa da mənim üçün nə yaxşı. Balasından gedir söylür. Yaxşı İstəyir quş. balası, istəyir Yaxşı özü. quş. Ümumiyyətlə quşxanaya girdin, Liboy balaya əlvi attın, götürdün 5 saat uçmalıdır. Liboy balaya ya, əlvi at. İndi dostun gəlibdi, deyir balanı istəyirəm. O yaxşı quşxana deyil, muzeydir öcə, Oqtayam ora. Yox, Yox, o başqa şey. deyildi. Qeydim deyim ki, qardaş oğlu, bu nə müəllimdir, uçar uçmaz. Qoy bunu verim sənə. Uşaq deyir ki, yox, mən onu istəyirəm. Ona görə deyirəm ki, quşxanaya əl attın, hansı götürdün, verdi uçmalıdır. O üzə təmiz quşbazın təmiz quşxanasıdır da, düzdür. Orası elə. Vay keçən də biri gəlib, Bayemlidir. Qeydi dedi ki, valla pulla alardın, dedim yox. Görəm ayağıda iş göstər. Gəldi oturdu bir kən çay, zad içdi. Gedəndə uşağa dedim karabkanı qoy. Qoydu. Dedim bir cüz sən özün beyən buradan, cavanlıq balalardan. Dedi yox, əyib çıxar mənim üçün. Dedim yox, sən diginə mən tutun. Dedi o quşdan xoşum gəlir. Bir 4 qara quyruq vardı. Dedim bir də diginə. Bir də ağ bala vardı, cırıq quyruq onu. Tutdum, ikisini də verdim. 3 də özü verdim. Dedim bunlar 5 saat, 6 saat uçacaq. Bu qara quyruq 7-8 saat uçacaq. Testdə. Hələ 1 ildə saxlasan kesik, 2 ildə saxlasan, uçursan 7-8 saat uçacaq. Bu burada həmçin. Mən tutub verdiylər. Dedi dayı onda belə çıxır ki sən güclüsünü tutdun verdin. Dedim bütün quşlarımın xasiyyətini mən bilirəm ki hansı neçə saat uçur. Quşbaz gərək öz quşxanada bütün quşları bilsin ki bu da vaxt lazımdır, vaxt. Bu 1 illə, 2 illə alınan şey deyil. Oqtayam, Mən yuxarıda misal üçün damda quşbazlıq eləyirəm də, butonun üstündə. Lap 5 dənə bala keçirəm vəqti 2 saatla, saat yarımla. 3 saatla. Atıram eşağı, hası ilə cüt düşsün. Balalar 5-6 saat uçacaq. maşallah olsun. Mən o ayrım bunu ona vurum, onu buna vurum. Bu valla deyirlər qərin tahmini. Valla mən qərin tahmini bir qərə erkeği vardı məndə. Saşa vermişdi mənə. Uçmayan vaxtı onu Saşa kim olubdu Oqtayam? Onun adı Saşa bizonoda olurdu. O rəhməti getdi ha Saşa. Ha, hə. Allah rəhmət eləsin. Onun haqqında bu istəyərdim əgər tanış. Yaxşı oğlandı, belə qabiliyyətli idi. Burada gəlib. Quşbazlığı yaxşı idi. də. Yəni bir də bir göyçəp erkeğim var. 19 tükdü. 13 tüklə 14 tükdən çıxmışdı. Göybləqlərdəndir. Sözünü açıq indi pulum da yoxdur. Dedi $200 verirəm ona. Dedim yox. Tutdum bir dənə balası vardı göyçə. Dedim gələ bəxş dedim. Yekə erkəkdi o. Dedim gələ bəxş dedim sənə. Yəni sonra dalıca 2 dənə qərə bəxş dedim mənə öz əyitinlə. O göyçəpi Heydər Babayev üçün apardı. 2 dənə qərə verdi. İkisi də 12 saat uçurdu. Maşallah, maşallah. Maşallah. Ne- Ay maşallah. Qiymətli Bir var öyrən ki, deyirəm sənə. bir dəfə o 4 saat yarım uçdu. Necə uçdu 4 saat yarım? 12 gündür, o şey neçə pasiyanı bırakırdı, 10 saat, 12 saat uçurdu. Əqalı quşdan naqat uçurdu da. Qanatını da bağlıyordun orada. Hə. Atmışdım kuşxanaya, düz 12 gün içəridəydi. Bir nəfər yaxın dostum gəldi, getirdi ki, səhər uçurdu mənim üçün. Kəmlə deyərlər yəqin. Dedim bir dənə qalxızım, fırladım. Dedi yox, içərdən bıraxdım kuşu boyla. Qərbuna aparıram onun üçün. Reyki bu gündədir. Buradan Reykiyə qalxa bilmir. Güclə hasara düşdü.
Hasarda bir dənə reykəni uzatdım, ona qalxdı, bir-iki dövrə verdi. Güclə çatdırdı özü reyki. Dedim ki, dedi de hoca uçmayı bilir de. 3-4 dəfə belənsinə fırlanır, güclə çatdı. 12 gün içəridə. Səhər gəldi, dedi uçur tamaşaylıya. Çağatdım, uçurtdu həmin onu. 4 saat yarmışdı. Bu kuşların yaxşı uçdu. 4 saat yarmışdı, ne gizledim. Allah'tan gizlim deyil, bəndədən ne gizlim. Onu vurmuşdum mən dalıçillərə. Dalıçillər də əğilsiz kuşlardı, çox uçurdular. Lapar çox uçurdular. Vurmuşdum, bir dənə göy bala vermişdi. Göy balanın da dizinde bir dənə ağı vardı. Körpə bala idi, lapar körpə idi. Sarı tüklər boşundaydı. Baba bir-iki dəfə qalxızdı, onu bir-iki dövrə vurdu, düşdü. Bu bir gün qalxızdı, getdi, itdi orada. Hə dedi, görürəm bunu, hə görürəm. Saat 10'dan saat 3'dü, 4'dü deyir, görürəm. Dedim, gəl keçib yenə qanlı qərarına girəm. Sonra Baba ne görürdün orada? Seyəledi. Həkas hələ quşu görürmüş hələ. Hadi uçurmuş da bana da. Doğrudan uçurmuş Oktay. Hələ həqiqətən də Ay uçurmuş. maşallah. Allah rəhmət eləsin Fəraili. Allah rahmet eylesin. Akşam bir gittim oraya, dedim ki Fəraildən göyüm gəlmedi. Dedi burada bir dənə aeroport üstündə Rasim göy görür deyik gün altıdan. Akşam bir gəldi, atdı qabağa. Bu bir gün bozum gilə keçdim. Şamilin yanına keçdim, gördüm göy bala burada kuşkanağın qapısında. Dedim Şamil göy mənimdir. Dedi dayı ola bilməyəm. Dedim öyle dizində də ağı və dal əldə. Dedim Fərail dedi, gün artıdan o kuşu güdürdülər, akşam mən burada tutmuşam kuşu. Neyse götürdüm geldim, açtım, körpödü de. Adı şapəller belə inanımlı da yalandı. Attım kuşhaneye. Bu bir gün kalktı, gene itdi kuş köyde. Bildim geçiyor. Bunlarda bir tane hasiyet var. Bir qanət ara düşdü, gedir oraya kuş. Gittim oraya gitti gördüm oradadır. Dedi dayı vermeyeceğim. Dedim ya apam sab uçurtçuya. Sab uçurtçuya sen dedim əri. Götürdüm geldim 2 qanətlə bağladım bıraktım. 15 gün qanət bağlı sadım. Oturmaca yolu gelmiyor. Qanətini açtım başladım uçurmaya. Bir gün hele bu Kəbləyə geldi. 75 tane kuş uçurmuştum. Rəhmətli əmmi oğlu burada. Allah 5-6 nəvə uçmuşuz. Kəbləyə dedim bir tane körpə bala uçurdum sənin üçün dedi uçurdu. Yadındadır göy balanı götürdüm Sencağlı'ya. 11'e işləyirdi. Açtım Sencağlı'na. Dedim altını yarısı gelecek bu bala. Qanətini açtım bıraktım. Bir yanlı gitti battı ovaya. Battı ovaya. Demək belə altını yarısı geldi düştü bana. Maşallah. Göydə. Maşallah. Sonra 2 bozular gelmedi məndən. Maşallah. Kuşmuzluqdur. Oktay Ama abi. çok yalan var da. Yok, indi qulaq as, bax gör nə deyirəm. Bugünkü gün bu bizim Allah bütün əziyyət çəkənlərin əziyyətini Allah başına hamına versin. can Bir sağlığı neçə versin. ildir də, bir neçə ildir ki, bu uçan quşlar üstündə çox əziyyət çəkilmələr var, törədilmələr var. Bu yarışlar çıxardan da Allah kömək olsun. Bu yarışlar çıxmasaydı, hələ mən cavab et. Məncə elə hələ çox dalda qalardıq. Məncə. Olacaqdı quşlar yenə ağsaqqallarda olacaqdı. Biz gənclərdə demək olar. Yəni bu yarışma başqa quşlara baxırlar. təkanı çox oldu da uçan quşlara. Biraz dekorativ quşlara çox önəm vermişdik. Bəli, düzdürmü? Bu yarışmaya görə biz yəni Allah canlarını sağ eləsin, yarışmanın yaradanları, onların iştirakçılarının da. Bugünkü gün çox əziyyət çəkirlər, çox quş törədirlər, çox quş uçurdurlar, göstərirlər. Allah hamısını canı sağ eləsin. Nədir? Burada irəliləyiş görürsənmi bir quşların irəliləməsi üçün, gələcəyimiz üçün, yəni bu quşbazlarda necə görürsən bugünkü gün? İndi sosial şəbəkələrə girirsən, Amma- sağ ol söhbət edirsən, görürsən, Düzdür. eşidirsən. Haçansı onlar da gene gelip Türkçeyle 5 saatten 8 saat. Ben bu sözü duyuyorum. Saçın. Demi, geçen dəfə biri deyir mənə ki,
Oktay kişi yaxşı gördüm səni bu TikTokda. Elə indi də çox adam deyir. Hamısı Maşallah. da salamlayırlar Deyir səni. ki, Salamlayırlar səni, hamısı da biri iki salamlayırlar. dənə quş var Biri məndə. sormayın. Biri iki dənə quş var məndə. 17-18 saat üçün. Biri iki dənə quş var məndə 17-18 saat üçün. Stəkan Dedim elə gəl bir gün otura bir üzünə, otura üzvə. Sən təriflə, mən tərifləyəm. Dedi, an gələrəm, konu atarsan gələrəm. artıqdır. Dedim, o gün mən də uçurmuşdum. 3-4 dənə quş uçurmuşdum, uşaqlar da vardı yanımda. Dedim, sənin canın üçün. Sağ olun. Əxşəmdir, quşları tapdıq. Axırı o dərdən ki, düşdülər. Neçə saat uçdular? Dedim, 24 saat uçdular. Dedim, neçə saat? Dedim, 24 saat. Hərdən dedim, 32-34 saat da uçur. Eylə quş. Hə, dedim, yekək işsə 17-18 saat quş uçar. Əli kimi salam. Hərdən zərafətdə. Yəni sən də 17-18 uçsan. Sualım qaldı belə. 24 uçsan. İndi də görüm bu əziyyət çəkmələrdə, gələcəkdə, indiki müasir Əli kimi salam. quşbazlarda biz sən onların dili ilə danış. Onların dili ilə, yəni onların çəkdiyi əziyyət, onların Əziyyət göstərdiyi çəkənlərə saha. gör nə deyirəm sənə. Əziyyət çəkməmiş də quşbazlar var. Amma əziyyət çəkənlər də var. Neçə illərdir əziyyət çəkir, quşbazlıq eləyir. Bir neçə dənə uşağı tanıyıram mən. Kəntimdə də olmasa, kəntimdən də qıraq olsa, maraqlanıram. Yaxşı quşbazı, yaxşı uçurlar quşları. Allah can sağlıq versin onlara. Kimi deyə Nasıl bilərsən? olsun da var uşaqlarda daş gibi. Yaxşı uçur quşları. Maşallah, Amma salamlayaq onlar- buradan dadaşı. Salam olsun. Onlar amma Yaxşı təmiz quşları var. tuturlar. Amma lazımdır ki, cürbəcür bilmə quş turdasan. O heç insana yaraşan şey də deyir. Mərdiyana yeməyi ilə quş tutursan, hələ uçur, yaxşı uçur da. Dərmandırmanla iş tutursan. Hələ mən bu 63-də 100-də uçurmuşam quş, 200-də uçurmuşam, 300-də uçurmuşam, 400-də uçurmuşam quş. Mənim quşum olmurdu ki, 15 dənə quşun birdən qənət bəqənət bir-biri ilə çıxıb gəlsin. Onlar ikisi çıxır, ikisi üstündə, ikisi üstündə, və bələnçinə. Yox, 15 dənə, 16 dənə, 17 dənə quşum deyir ki, qənət bəqənət 10 saati keçdi. Bugün deyirlər ki, filan kes 120 saat geçti onunla quşla. Dedim, bunda dozasını çoxaldır da. Oralardan keçək bu yanlara. Biz Oradan gedib biz çatdırırlar. təmiz yoldayıq, oradan danışaq. Bizim oralarda nə işimiz var? Allah Ağalı kişiyə rəhmət Allah eləsin. rəhmət Alim eləsin. sağ ol, çox sağ ol qardaş. Allah Ağalı kişiyə rəhmət eləsin. Bu Kəbləyə Ağalı də bunu kişinin dostun alim. göyərçinləri Azərbaycanda mən elə başa düşürəm ki, cins olaraq Bir bir iki nəfər Azərbaycanda varsa yox, onun e. biri Ağalı kişi olub. Cins olaraq, yetişdirici olaraq, ad olaraq. Əlbəttə. Bunun biraz kişidən, rəhmətlikdən Bəlkə Biraz- bundan sonra bir 150 ildə ona adı geçecek ağayla. Bir bizdə Azərbaycanda yox. Rusiya'dan da zənglər gəlir, deyir ağalı cinsi. Bütün hər yerdə var bu da ağalı quşu. Yaxşı quşlardır. 7 saat, 6 saat, 8 saat təmiz uçurlar. təmiz usullar. Təmiz uçurlar. Maşallah. Sual verirlər, əqəli üçün ancaq göy nişan olub. Nerə deyirsən vardı. Kəbləyə ürəyimiz dağılır. O da salam deyirsə, alim Kəbləyə də salam göndər. Boyngüllərdə çox olub Oktay deyirəm. Boyngülü quş. Boyngüllü də olub, qara boyngüllü, göy boyngüllü, kəməri göyləri olubdu. Sənin deyir bir quşxana varımdı qara göydü, bir 40 dana. Göylər vardı, biri 70 öyün altında. Oktay, neçə yaşından sonra rəhmətliyim quşunu siz saxladınız, saxlayası oldunuz? O gündür, bu gündür artıq. Mən 79-cu ildə saxlayıram. Müəllim edim. Bilirəm. 79-cu ildən Ağalı quşunu. 78-79-cu ildən. Onda rəhmətə getmişdi də Ağalı. 76-da getdi rəhmətə.
Rəhmətli Kamil dedi mənə ki, Allah rəhmət eləsin. Fəragirdə. Şeref olmuş. Görüyorum. Ağaylı gedir rəhmətlə. Yok benim bu. Dedi, Oqtay pulum da var. Yüzü bir yana vermiştim. Gedək o quşları alım sənin üçün. Quşlar qalindi, bir 200-dən yuxarı idi. Dedim ya, istəmirəm. Eğer ölməsəydi, sağ olsaydı, bəli, ölüm mən ölünü quşum necə səriyəm. Quşlardan çox yerə sərədilər. Səhlədilər də kötüklərdən. Əlbəttə, çıxar. Əleyküm salam. Hamını salamlayıram dostlar. Əlbəttə, götür içinə qoy. Ha, Oqtay. Ağalı quşlarına beləsi olur ki, Salam görürsən ki, uçmur. Bir 10 boş dənə bala var, istəyəndə. bir dənə balası uçmur. Uçmayanı mən kesib qənətini bıraxıram bura. Balası gəlir, uçandan da artıq uçur. Onun da nəsə defekti var iç halatında, nödür. İnsan misal üçün bir atanın 8 dənə uşağı var, ya 10 dənə uşağı var. Biri görsən ki, xəstədir. Körpəlikdən elə, doktora, dərman, durma. Quş da eləncə ilə. Əqalı quşlu bu elə Rəhmətliyin bizdə köhnə cinslərindən Yaqub kişi də var idi. Özü vermişdi deyir, sağ ol. olar. Yaqub kişi. Şimdi Keçilədə ən zəstə deyirsən, Əli, Yaqub kişi də. özü sağlığında deyir vermişdi. Oqtay kişi binədə Seyid ağa var. Onun quşları necədir? Yaxşıdır. Pis deyil, yaxşıdır. O da pul verib alandır. Əqalı quşlarından da var onda. O Qırmızı avtomobili. Allahın salamı. Çingizlə dostdur, oradan götürür gəlir. Çingiz də Səidin dayısı oğludur. Oqtayım, Allah sənə can sağlığı versin. Ağsaqqallıqdan əksi. Ümumiyyətlə Allah Binə kəndində bütün ağsaqqallara dəyməsin. Bu kəndə mən Sonra təsir elə- gəlib gedirəm. Bu Ancaq nədir? hörmət, izzət, Sağ ol. yəni Allah Bunun sizə can sağlığı Biz versin. ona da şey vardı, İldırım. Allah rəhmət eləsin. Yaxşı quşumuzdur. Bir 250-300 quş vardı, bir yüzeycə əbrəş boyundumdu. Bir gün elə Səidin yanındaydı, söhbət edir. Bir də gördü İldırım gəldi. Qeytdi, uyan bir yan. Dedi, Oqtay, buradan gedək bizə bir 5 cüt, 10 cüt quş bəxş edəcəm sənə erkəyimaya. Səidə dedi, dedim, yo sağ ol, varım da 200-300 quşum var quşum. Dedi, yo tərgidirəm. Deyirəm, tərgisdən də istəmirəm. Baba, Dedi, 10 cüt, 15 cüt, bir nakkarta quşbazı boyun olmuşam. Gəl sənə də verim. Tərgidirəm də. Necə quşları tərgidəndən sonra öz-özünü burada öldürdü. Umarda tutmuşdu, neyləmişdi. Allah rahmet eylesin. ha. Allah rəhmət eləsin. Allah rahmet eylesin. Sonra kim Türkanda oldu? Tofiq kişi var, tanıyırsan? Kim? Tofiq kişi Türkanda. Mən də eşitməmişəm Tofiq kişi Türkanda. Salam Köhnələrdən də bəlkə. Sən salam deyirəm. Əleyküm salam. Oqtayım, Allah sənin can sağlığı Ata- versin. Türkandan var da. tanıyırdım. Vəfadarı tanıyırdım. Ələbbozu tanıyırdım. Ələbboz da hardasa bir 35 kilolar ölür. Allah rəhmət. Vəfadar da bir 30 ilə yaxın da ölür. Sonra atanı tanıyırdım. Ata. Yaqubu tanıyırdım. Qurbanı tanıyırdım. Sağ ol Əli, yaxşı İndi də yaxşı. elə Sən dostlaşdım çoxdur Türkanda. Bugünkü gün. Meşədin aran necədir Elçinlə? Ne üçün yaxşıdır, meşədidir də, zərəfətçidir. Maşenikdir. Bəhruzla da salam mələk var, Tərlimandır. Bu gün hava soğuqdur, daha quşları görsədə bilmirik. Açar bir axar mı öyle uşaq? Əli, gedək baxaq baba. Uşaqlar quşlara da baxsın, çox bir hava da var. Kim çayçı Kim qoysun, kim çayçı baxır içsin, baxsın. çölə çıxanda gəlsin gedək baxaq. Arkadaşlar 2 dəqiqəlikdə Sən quşlardan buradasan da, çəkərik uşaqlar. inşallah. Ha, sən varız. 2 dəqiqəlik çəkiliş Biraz edərik. uşaqlarla söhbət. Arkadaşlar qısa şəkildə də bir çəkiliş çəkirəm buradan. Oqtay babanın quşlarıdır. Binə kəndindəyik təbii ki. Bax, Binə kəndində Oqtay babanın quşlarıdır bu. Maşallah olsun. Maşallah yazmağı, Allah bərəkət
versin. Sözlərini zəhmət olmasa şərlərdə yazın. Abunə olun qardaşlar, dəstək olun bizə də. Bizə çəkək, paylaşaq sizlər üçün. Bu sərin aylarda, soyuq aylarda isti çayla oturub quşlara baxıb balet eləyəsiniz inşallah. Abunə olmağı unutmayın, like atmağı unutmayın. Əziz qardaşlar, gözəl qardaşlar. Maşallah bir dənə quş tutmuşam, çəkirəm sizlər üçün. Maşallah gözəlliyinə baxın. Quşun boğazının yoğunluğuna diqqət edin qardaşlar. Maşallah. Allah hamımızın malına, mülkünə bərəkət versin qardaşlar. Allah hamımızdan razı olsun. Çox sağ olun, var olun. Bir de kuşxanalar həm oradadır, həm damdadır indi. Bu qədər qardaşlar, var olun. Qonaqları göstərmədim, düz eləmədim. Ceyhun qardaşımız, Allah səndən razı olsun Ceyhun qardaş. Qonağıyım bugün, maşallah. Allah kömək olsun, Allah sürəsin olsun. Amin. Zəhmət çəkin. Bütün dostlarımıza, burada olan dostlarımıza nə deyirsən? Salamlayıram, nə qədər kuşboz qardaşlarımız var. Salamlayıram. Qardaşlar, Cavidin kanalına da abunə olmayı unutmayın. Allah səndən razı olsun. Kommentlərdə yazın ki, canlı qalxsın ki, görsün, bütün dünya görsün də bu. Var olasan qardaş. Var ol. Dəyanət qardaşımız burada. Qonaqlarımıza nə deyirsən? Xoş gəlmisiniz. Binə kəndində həmişə qapımız açıqdır. Allah da işə can sağlıq versin. Yəni onun başımızın üstündə əksik eləməsin. Amin. Həmişə gələyik, bir 85 yaşına gələyik inşallah. İnşallah. Bəs kuşbaz dostlarımıza bir Kuşbaz söz dostlarımıza inşallah uğurlar, yarışlar var, çempionatlar var. Hamısına uğurlar diləyirəm. Amin Allah. İnşallah. O gün olsun ki, hər qapıda belə Gözəl nəticələr. 10 dənə, 12 dənə quşu görək. İnşallah. İnşallah. Mənim də dostum, qardaşım, Elşən qardaş Kirovdan salamlayıram səni. Bütün kuşbazlara salam olsun. Mənim Elşən, mənim üçün bir başqa yeri var Elşən qardaşım. İnşallah Elşən, bu yayı demirəm, gələn yay gələcəm yanım Allahın köməkliyi ilə. Qardaşlar birdən deyərsiniz bu yay niyə? Bu yay biraz Elşənlə yaxın olduğum üçün bilirəm biraz az olacaq quşların yanında ona görə. Ancaq balet eləmişəm, görmüşəm keçən yayda, o biri yayda. İnşallah sənə də uğurlar olsun Elşən qardaş. Sağ ol. Bir qardaşlar da burada. Bax belə. Quşlar da ki qabağımızda dostlar. Allah hamımızın canını sağ eləsin, var eləsin. Əgər biz zəhmət deyilsə, gözəl fikirlər yazın. Sonra abunə olmağı unutmayın qardaşlar. Var olun, sağ olun. Allah hər birinizdən razı olsun. Hə qardaşlar elə sağollaşıb qutara bilmirik. Allah bizləri mehriban eləsin. Allah sizə var eləsin qardaşlar. Bu da Oktay Babanın yuxarıdakı kuşxanası. Allah canını sağ eləsin. İndi çox adam belə Sevka da bir buradadır yenə. mənə güvəndiyi üçün, Maşallah. inandığı üçün, bizə hamımıza inandığı güvəndiyi üçün sağ olsun. Ha burada da kuşlardır qardaşlar. Sadəcə dedik paylaşaq. Dedik paylaşırıq. Haqqəmə, məndəkilərdən. Allah mallarına, mülklərine min bərəkət versin inşallah. Arkadaşlar badam lələkdən söhbət getdi ilə lələklərdən gətirirlər buraxmağa. Qəşəydir, saat göstərirlər, qəşəydir uçma. Yəni cins eyni cinsdir, burası elə eləyirlər. Maşallah olsun. Bunu da bura qoyaq. Çəkək videomuzda qalsın badamlarda. Düzdür badamdan iridirlər bunlar. Bu lələklidir. Ay maşallah, dırnaqlar bərk olsun.